Mən Azərbaycan gənciyim. Önümü kəsməyə çox çalışırlar. Mənim təqaüdümlə yeyilsə də olar, həm işləyib həm oxusam da olar. Arzularım puç olsa da olar. Hələ kimsə məni zəhərləməyə çox çalışır. Mənim alovumu söndürmək istəyir. Bəs niyə? 30 ildən sonra Azərbaycan ən böyük problemini həll etdi və yenidən doğuldu. İndi yeni Azərbaycan gənci 2000-dən sonra doğulan nəsil həll edici qüvvəyə malikdir. Bu isə heç kimə sərf etmir. Qonşularımız narahatdır. Amma bacarmayacaqlar. Biz yeniyik, biz müxtəlifik. Nə edirlər etsinlər, alovunu söndürdüm. Alovunu söndürtmə çünki sən alovun vətənindəsin. Və ən əsası qorxma. Qorxma çünki şəxsən tanımasam da çox güvəndiyim bir adamın sözünün necə də düz olduğunu öyrəndim. Qorxma çünki